Qubada yaranmış bu ənənə bugün də yaşadılır. Belə ki, Novruz bayramından 13 gün keçdikdən sonra bayramda cücərdilmiş səmənilər axar suya atılır. İllərdir Qubada axar suya səməni atdı mərasimi keçirilir. Bu ildə insanlar buraya gələrək səmənlərini axar suya atır və bu zaman niyyət edərək bu formada səmənini axar suya atırlar. Allah bütün arzuları, kimin nə arzuları varsa onları yerinə yetirsin. Rayon sakinləri ilə yanaşı Bakı şəhər sakinlərindən də bu ənənəni eşidib gələnlər var. Mən Bakıdan gəlmişəm, Yasamaldan. Eşitdim ki, Qubalılardan ki, belə bir adət-ənənə var burada. Düz neçə ildə eşitmişdim, amma gələ bilmirdim. Arzum ürəyimdə idi ki, bir dəfə çansa gedim. O səmənimi atım o çaya. Gəlmişəm, indi arzu tutmuşam. Arzum Çin olsa, inşallah gələn ildə gələcəm. Bu ənənə bizdə ata-babadan olan bir ənənədir oğlum. Səməni gətirib burada, Domba deyən ərazi və Quba rayonunda. Orada həmişə suya biz səməni atırıq. Arzu eləyirik, dilək eləyirik. Allah arzumuzu verir, diləyimizi verəndən sonra gətirib burada şirini paylanılır. İndi keçən il mən arzu eləmişəm, dilək elədim, arzuma çatdım. İndi bu il inşallah gətirib şirini paylayıram. İndi də yenə də arzular tükənmir, arzular qurtarmır. Qeyd edək ki, səmənin bərəkət rəmzi hesab edildiyindən onu zibil qutusuna yox da məhz təmiz axar suya atmaq daha məqsədə uyğundur. Aydın Atgözəlov bugün informasiya proqramı üçün.